Slovak dilini yenə həmin məsələyə qayıdıram. Azərbaycandasınız və necə öyrənə bilərsiniz? Deyirəm, bu yaxınlarda bir Slovak dilini, Çex dilini tədris edən bir şəxslə tanış oldum. Qəmbərov adlı bir bəylə, müəllimlə. Slavyan Universitetini bitiribdi, 15 il orada tədris edibdi. Çexiyada olubdu, Slovakiyada olubdu. Hal-hazırda belə deyək, yəni onlarla, bəlkə də yüzlərlə tələbəsi var müxtəlif ölkələrdən. Həm də onlayn dərs keçir. Dərs keçdiyi şəxslərin də bir çoxu Slovakiyada və Çexiyada yaşayan insanlardır. Və bir şey də deyim, mənim özüm evladıma, Allah olmayanlara da qismət eləsin, olanlara da can sağlığı versin. Evladıma da müəyyən bir günləri həmin müəllim dərs tədris edir. Hər kəsə fərdi yanaşır və həmin müəllimin Qəmbərovun həm Instagram, həm digər hesabları, məlumatları videonun aşağı hissəsində hal-hazırda görürsünüz və ora mən əlavə olunur. Hansı vəsaitlərlə keçir,